Rusiyanın sömürgəçi və saldırgan siyasətə əskəri hücumun Ukrayna irəliləmədə. Son raporlara görə 126 əskər canını itirmiş və yüzlərcə insan yaralanmışdır. Rusiyanın hərbi birlikləri hər tərəfdən Kiyevə yaxınlaşır və Kiyevin hava alanı Rusların özəl qüvvəsi tərəfindən kontrol altına keçmişdir və saatlar keçdikcə Rus gücləri Kiyevə yaxınlaşırlar. Zelenski, Ukraynanın Cumhurbaşqanı qısa bir mesaj vasitəsilə həm özünün və həm ailəsinin Ukraynada olmasını vurğulayıb və eyni halda o qısa mesajda deyir ki, NATO ölkələri ilə əlaqədə göründü ki, NATO ölkələri bizim yanımızda olmayacaqlar və Rus sömürgəçi və saldırgan güclərinin qarşısında Zelenskinin dediyinə görə yalnız Ukraynanın öz güclərinə və öz xalqına dayanaraq müqavimət göstərmə qalmışdır. Tamam şərtlərə baxdığında Rusiya tamamilə Ukraynanın işğal olma məqsədi və Ukraynada istədiyi iqtidarı, hakimiyyətə oturmaq məqsədi ilə Ukrayna keçmişdir. Avropa və Amerika tərəfindən reaksiyalar, geniş sanksiyalar və yaptırımlar çox da olmuş olsa, ancaq bugün Ukraynanın yanında yalnız söz himayəsindən sonra əməli bir güc meydanda yoxdur və yalnız Ukraynalılar və Ukrayna ordusu Rus ordusunun qarşısında müqavimətdən sonra başqa bir çarə bu ölkəyə buraxılmamışdır. Ukraynanın gələcəyi bu vasitə ilə qaranlıqlığa sürüklənir və Rus əskərinin çəkmələri yenə də Ukraynanın küçələrinə geri dönür. Və bu qaranlıq durum yalnız Ukrayna üçün də deyil, bəlkə Sovyet Birliyindən ayrılan cumhuriyyətlərin hamısının üstünə bir qaranlıq kölgə salmaqdadır. Yenə də əski sömürgəçiliyin və onların saldırganlığının şərqdə, o cümlədən Azərbaycanda və keçən Sovyet Birliyindən ayrılan ölkələrdə sireni, ajili səslənməkdədir.